bir testimiz də var. Baxaq testimizə. Ümid deyir Səfəvi dövlətinə aid deyil. Bir Səfəvilər ola bilər, bir də Səfəvi dövlətinə aid belə. Yəni testlər iki formada düşür. Bunları qarışdırmamaq üçün Səfəvi dövlətinə aid deyil. Bizim testimiz olacaq Qaraqoyunlarla mübarizə, soyurqalın ləğv edilməsi və Şeybanilərlə müttəfiqlik siyasəti. Yəni Səfəvilər əslində Qaraqoyunlarla mübarizə aparıb, amma Səfəvi dövləti vaxtı yox. Yəni ancaq Səfəvi dövlətinə aid soruşsaydı, Osmanlıların məğlub edilməsi və yaxud da Osmanlılarla müharibələr bu olur, paytaxtın köçürülməsi. Amma Səfəvi dövləti məsələn cavabımız olur 1 4 5. Niyə 1 4 5? Səfəvi dövləti heç vaxt Qaraqoyunlarla mübarizə aparmayıbdı. Soyurqalı ləğv etməyibdi. Soyurqalı sadəcə verirdi dərvişlərə, xüsusi din xadimlərinə, Şeybanilərlə də müttəfiq olmamışdı. Yəni testimizin cavabı 1 4 5.